ütüleme lövhəsi və ütüdən istifadə olunur da, ayaq üstündə yerinə yetirilir. Doğrudur. Deməli, nəm istemal neçə cür olur? 2 cür olur. Nəm istemal aralıq və yekundur da müəllim, aralıq və yekun. Yekun nədir, aralıq nədir? Müəyyən yəni aralıqlarda başlanğıcda bir də müəyyən aralıqlardan və yekun axırda. Bəli, hazır məmulat üzərində. Hazır məmulat üzərində yerinə yetirilir. Yaxşı, ütülər neçə cür olur? Ütülər buxardır, elektrikdir, bir də elektrik buxardır. Doğrudur. Çəkiləri nə qədər olur? 5 kiloqram. Doğrudur. Yaxşı, nəm istemal zamanı gözlərdən məmulata qədər olan məsafə nə qədər olmalıdır? Əgər niyedirsə 30-35 santimetrdir. Doğrudur. Gözlərdən məmulata qədər də olan 30 santimetrdir. Tikiş maşınında isə 30-40'dır. Doğrudur. Doğrudur. Biz məmulatın nəm istemalına başlamadan əvvəl ütünün istiliyini harda yoxlayırıq? Həmən yəni parçanın qırıntılarında yoxlanılır da müəllim. Doğrudur. Ütünün qızma temperaturu nəyə əsasən dəyişir? Onların parçanın növlərinə əsasən dəyişir. Sintetik parçalar hansı temperaturda ütülənir? Sintetik 100'dür, ipək 110'dur. Ondan sonra pambıq və kətan parça 180-200'dür. Yun parçalarda 150. Doğrudur. Ütüylə işləyən zaman hansı təhlükələr ola bilər? Yəni yanğın ola bilər, məsəl üçün o şnurunun yəni zədələnməsi ola bilər. Bəli, ondan sonra elektrik cəryanından zədələnmə olur. Bir də alt hissəsinə toxunmaqla və yaxud da şnurun yanması ilə bağlı təhlükələr ola bilər. Yaxşı. İşə başlamadan əvvəl hansı işlər görülməlidir? Bu ütü ilə də müəllim, yəni işə başlamazdan əvvəl, yəni ütünün şnurunun, yəni çəngəlinin, yəni saz olmasını ilk öncə yoxlamalıyıq. Sonra ona parçaya uyğun ütünün temperaturunu seçməliyik. Sonra püskürdəndən istifadə etməliyik. Ondan sonra nə idi? Ütü masasını hazırlamalıyıq və nəyin üzərində dayanıb əməliyyat edirik? Taxta və rezin, yəni altlıq üzərində, xalçanın üzərində dayanmaq lazımdır. Doğrudur. Yaxşı, iş zamanı bəs nə etmək lazımdır? Yəni ütüləyən zaman deməlim, yenə rezin xalçanın üzərində dayanıb ütüləmək lazımdır. Ona elektrik şnurunu yaş əllə, yəni elektrik şəbəkəsinə taxıb çıxartmaq olmaz. Doğrudur. Yalnız quru əllə olar. Ondan sonra ütüləyən zaman ütünü xüsusi atlığın üzərinə qoymaq lazımdır. Sonra bir də ütünün, yəni ütüləyən zaman birdən şnuru ütünün altına keçir də, yəni altında olmamalıdır da, ona nəzarət etmək lazımdır. Altına keçməsinə, burulmasına fikir verməliyik, həm də ütünün həddən artıq qızmamasına nəzarət etməliyik. Yaxşı, iş bitdikdən sonra ütünü söndürmək lazımdır. Sonra bir də ütünün soymasına görə xüsusi atlığın üzərinə qoymaq lazımdır. Doğrudur. Yaxşı, tutqacı hazırlamaq üçün hansı alətlərdən, tərtibatlardan istifadə olunur? Tutqacı hazırlamaq üçün qayçıdır, parçadır, iynədir. Ondan sonra metrədir, ölçmək üçün istifadə olunur. Onlardan istifadə, sancaqlardan. Sapdır, kardondur, tabaşırdır və iki rəngdə olan parçadan istifadə olunur. Parçadan istifadə olunur, bəli. Yaxşı. İlk öncə hansı iş görülür tutqacı hazırlamadan öncə? İlk öncə eskiz hazırlanır da müəllim. Doğrudur. Tutqac üçün götürülən ölçü, ən normal ölçü necə olmalıdır? 22-22'ye olan. Doğrudur. Ara qatı və astarı tez bitmək üçün nəydən istifadə olunur?
tez biçmək üçün o ülgüdür, ülgüdən yoxsa Yox. yox. Ara qatı və astarım. Yox, bilmədim. Şablondan istifadə olunur. Hə, şablondan, bəli, yadıma düşdü. Şablonlardan istifadə olunur, bəli. Doğrudur. Tikişlər üçün də emal payı nə qədər götürülür? 10 millimetr. 10 mm götürülür. Yaxşı. Deməli, parça əgər açıq rəngli parçadırsa, burada konturları Karandaşdan istifadə olunur. Yəni işarələyəndə, yəni tünd rənglidirsə, nədir, təbaşirdən istifadə olunur. doğrudur. Muncuq necə əşyadır? Muncuq yəni şeydə şüşədən və yaxud da plastikdən hazırlanır. Muncuqdan əsasən bəzək əşyalarında istifadə olunur. Naxış tikmədə, mozaikada, bir də naxış tikmədə, mozaikadır, bir də var idi. Toxuculuq. Toxuculuqda istifadə olunur. Hə, toxuculuqda istifadə olunur, bəli, toxuculuqda istifadə Yəni olunur. muncuq necə Muncuq əşyadır ələt deyəndə, dekorativ və bəzək əşyasıdır. Hə, dekorativ bəzək əşyasıdır, bəli. Muncuq həm də yəni bu şeir saxta mirvari deməkdir. Hansı dilindən tərcümədə? Hansı dildən? Muncuq ərəb dilində, ərəb. Yaxşı. Muncuqun yaranma tarixi 18-ci əsrdə yaranıb da muncuq. ilk öncə harda yaranıb? İlk öncə yəni birinci Misirdir, sonra Romadır, sonra Bizansdır, sonra Venesiyadır, sonra Bohemiyadır. Axırda Bohemiya 5 dənədir. Doğrudur. Yaxşı. Muncuqla nələri hazırlayırdılar? Muncuqla müxtəlif bəzək əşyaları hazırlanır da müəllim. Yəni müxtəlif yəni Çantalarda, hörməli. sonra mücrülərdə, yastıqlarda bəli istifadə olunurdu. Bəzək Doğrudur. əşyaları istifadə olunur, bəli. Muncuq hörmənin hansı üsulları var? Yəni ən sadə üsulu sadə zəncir düzlənməsidir. Ondan sonra iki əllə hörmə, qarşıya hörmədir. Sapla hörmə, həm də tilov ipi, paralel hörmədir. Ondan sonra nə idi? İplə hörmə, xaçvari hörmədir. İynəyə bənzər hörmə, yəni iki sapdır da, bəli, iki sapın, yəni həm əvvəlindən, həm də axırından ortasına bir muncuq Taxılır və sonda qalan muncuq isə əks istiqamətdə. Hə, orada əks sözü, bəli, müəllim, yəni açar sözü kimidir. İlgək də hörmədə də orada ilgək də yəni burulub bərkidilir, o da ilgəklə hörmədir. Bəli, məfki lazım olduğundan artıq burulur. Doğrudur. Artıq burulub bərkidilir, bəli. Yaxşı. Hansı hörmə üsulunda, deməli 4-cü muncuq qarşı hörmə üsulu. Xaçvaridədir. Doğrudur, xaçvarindədir. Deməli iki əllə tutulur. Sapın ortasına Bu qarşıya hörmədir. Qarşıya Doğrudur. hörmə. İki sapla hörmə adlanır, amma əslində bir sapın hər iki ucundan istifadə olunur. Sapla deyirsə paraleldir də. Doğrudur, doğrudur. Sapla paraleldir. Doğrudur. Həm də burada həcmli fiqurlar üçün tilov ipindən də Bəli, o da şeydir, nədir, paralel hörmədədir. Həcmli tilov ipi deyirsə, bəli, o da paralel hörmədir. Doğrudur. İşləmək üçün hansı muncuqlardan istifadə etmək lazımdır? Hansı plastik və yəni şüşə olan muncuqlarda istifadə Bəli, olunur. istifadə etmək lazımdır. Muncuqlar deməli bir-birindən nəyinə görə fərqlənir? Muncuqlar formalarına görə, ölçülərinə görə, Rənglərinə görə fərqlənir. Yaxşı, hansı iynələrlə işləmək lazımdır muncuq hörmə zamanı? 0 və 1 nömrəli iynələrdən istifadə olmalıdır, nazik iynələrdən. Doğrudur. Muncuqlarla toxuma necə olmalıdır? Sıx və boşluqsuz odur. Sıx və Bəli, sıx, boşluqsuz olmalıdır. Doğrudur. Kulinariya nədir? Kulinariya qida hazırlanma mədəniyyətidir.